Təsvir vasitəsi, bədii təsvir vasitəsi üç önemli bir şey sayılır. Burada demək, təşbih yada saxlayın. Əslində sizə təşbihi veriblər sadəcə. Amma testdə təşbihə bənzər başqa bir şeylər də veriblər. Bu üçünü necə seçməlisiniz? Onu izah edeyim. Təşbih, epitet, metafor. Bu üç bədii təsvir vasitəsi. Üç bədii təsvir vasitəsi. Diqqətlə olasın. Bu üçü üçün ortaq cəhət nədir? Üçü üçün ortaq cəhət. Üçündə də bənzətmə var. Üçündə də bənzətmə var. Bir şey digər bir şeye bənzədilir. İndi necə bənzədilir? Fikriniz məndə olsun. Baxın. Nümunə yazıram. Əvvəlcə buradan başlayaq. Bir. Təşbih nədir? Bir izahını verib sonra bunu seçmək qaydasını verir. Təşbih. İkinci adı təşbih alınması üzrə. İkinci adı bənzətmə. Bənzətmə. Təşbih alınma terminidir, bənzətmə millidir. Azərbaycan sözü, Türk sözü. Sualım var. Ben təşbihi deyilmir. Demədən izahını veririm. Kamsa. Təşbihin iki növü var. Asif. Təşbihin iki növü var. Burada yazıram. Təşbih. Var mükemmel təşbih. Mükemmel. Sabit. Var müfəssəl. Aha. Mükemmel təşbih, müfəssəl təşbih. İki növü var. Mükemmel təşbih, bu müfəssəl təşbihlərdə 4 komponent olur. 4. 1. Bənzəyin. Bənzəyin. 2. Bənzərlər. 3. Bənzətmə qoşmaları. Kimi tək, məsələn, bu bənzətmə qoşmalarını istifadə edirlər. Kimi tək. Hüseyin. 4. əlamət. İndi nümunə yazın bax. Nümunə yazın bax. Deyirəm ki, yanağı, alma, kimi, qırmızıdır. Aha. İndi mən sual verim, siz baxın. Orada əlaməti göstərin, əlaməti. Əlamət olan söz hansıdır? Qırmızı. Bu oldu əlamət. Orada mənə qoşmanı göstərin, köməkçinin hissəsi qoşmanı. Burada nə var? Yazmışam da açıqca. Kimi tək? Ona bax deyə bilmirsən, qoşma. İndi siz mənə orada bənzəyəni göstərin. Bənzəyən söz hansıdır? Tuna? Ben yanağı. Yanaq. Yanaq bənzəyən. Bənzəyən. Alma nə olduğunda? Bənzədilən. 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 Baxın, bu müfəssəl təşbihdir. İçərisində 4 komponentin 4'ü də var. Yanaq almaya bənzədilib. Hansı əlamətinə görə? Qırmızılığına görə. Bənzəyən yanaqdır. Bənzədilən şey nəyə bənzətmişəm? Almaya. Burada bənzətmə qoşması kimi, əlamət nədir? Qırmızı. Bu da bunun əlaməti. Bu oldu müfəssəl təşbih. Müfəssəl təşbihlərdə Tərəf. yaxşı. Davam elədir. Demək, bu təşbihin müfəssəldir. Müfəssəl yəni izah olunur. Dəqiqliyi ilə izah olunur. İndi gəldik mükəmməl təşbihə. Mükəmməl təşbihlər, biz bu ikisini çıxırıq. Bir dəqiqə, bu bayaqki marker təşbihlər, bu ikisini çıxırıq. Əlamətlə qoşmanı çıxırıq. Mükəmməl təşbihdə yalnız nə qalır? Bənzəyənlə bənzədilər. Gəlin bunları çıxaraq. Bunları çıxarsaq qalır nə? Yanağı alma. Yanağı alma. Gördünüz? Bu müfəssəl təşbihidir. 4 komponentinin 4'ü də içərisindədir. Bu isə mükəmməl təşbih. Mükəmməl təşbihdə sadəcə 2 tərəf. Bənzəyən bənzədilər. Bənzəyən yanaqdır, bənzədilən almadır. İkisini saxladıq. Bu oldu təşbih. Bəs bunların yeri dəyişərsə?
10 dənə baş Alma verər. yanaq. Alma yanaq desək nə olur? Alma yanaq desək bu artıq olar epitet. Bu buradan yazılır. Epitet. Epitet nədir? İkinci adı bədii tərkib. Bədii tərkib. Cümlə əzmi tərkib bilirik ki, bu suallara cavab verir. Necə, nə cür, hansı? Hansı? Aha. Necə, nə cür, hansı? Baxın, Ümid, qulaq as. Əgər cümlədə necə, nə cür sualına cavab verən məcazi mənalı, bədii təyin ona görə dedik, yəni məcazi mənalı təyin varsa, biz ona deyirik epitet. İndi baxın, burada yanağı alma, birinci tərəfə yanağı sözünə necə sualını vermək mümkün deyil, deyilmi? Biz bunun yerini dəyişsək, alma yanaq desək, alma yanaq. Birinci tərəfə artıq necə sualını verə bilərik. Gördünüz, alma yanaq. Necə yanaq? Alma yanaq. Bax, məsələ nə yerdədir? Demək, mükəmməl təşbihdə tərəflərin yerini dəyişərsək, nəyə çevrilmiş olar? Epitetə. Epitetə. Yanağı alma təşbihdir. Alma yanaq epitetdir. Çünki yanağı almada təkrar edirəm. Birinci tərəf necə sualına cavab vermir, amma epitetdə birinci tərəf necə sualına cavab verir. Gəlin başqa nümunələr yazın epitetə, özünüzə baxın. Yazıram zümrüd, meşə. Birinci tərəf baxın, necə meşə? Zümrüd meşə. Və yazıram dəmir iradə. Baxın, mən desəm dəmir qapı. Sizcə buna bədii təyin deyə bilərik, dəmir qapı. Çünki dəmir sözü orada hansı mənadadır? Həqiqi. Bu adi təyin, cümlə əzmi təyin, bu adi təyin. Amma qapının həqiqətən materialı dəmirdəndir. Amma dəmir iradə desən, bu artıq epitet olur. Məsələn, məcazi olur, bəli. Məsələn, yazmışam zümrüd meşə. Əgər olsa zümrüd qaş, bax bu zümrüddür, görürsünüz yaxşı rəngdir. Zümrüd qaş, bu nədir? Epitetdir yoxsa həqiqi mənalıdır? Həqiqi mənalıdır. İndi deyirəm zümrüd meşə. Necə meşə? Bu artıq yoxdur. Məcazi. Burada zümrüdün nəyinə bənzətmişik meşəni? Rənginə. Zümrüd də yaşıl rəngdədir. Meşə də, ağaçlar bilirsinizsə, məlumusuz, bitkilər də yaşıl rəngdədir. Burada o demək deyil ki, meşə zümrüddəndir. Biz rəngini bənzətmişik. İndi epitetə başqa nümunə deyim. Baxın, görün hansı epitetdir, hansı yox. Deyirəm, məsələn, qızıl saat, qızıl payız. Qızıl payız. Epitet məcazi olduğuna görə burada məcazi mənalı olan ifadəni götürməliyik. Bəli, qızıl payız məcazi olduğuna görə bu epitetdir. İndi qızılın nəyinə bənzətmişəm payızı? Sarılığına, rənginə. Aydın oldu, fikrim çatdıra bildim sizə. Bax, gördünüzmü? Bu təşbihdə də bənzətmə var, epitetdə də bənzətmə var. Sadəcə bu komponentlərin, tərəflərin işlənmə yerinə baxır, necə işlənir. Bura kimi aydın oldu mu? Bəli. Aydın oldu, çox şükür. İndi gəldik metafora. Bunu da izah edir. Metaforda da bənzətmək var. Orada da bənzətmək əsas xüsusiyyətdir. Metafor iki formada qabağınıza çıxa bilər şu an. İki formada. Metaforun başqa adları da var. Qoy altına yazın, biləsiniz. Metafora siz köçürmə də deyə bilərsiniz. Köçürmə. Köçürmə milli mənşəli terminidir. Çünki feil var içərisində, hərəkət var. Feillər bilirsiniz ki, türk mənşəli sözlərdir. Milli sözlərimiz deyil mi Hüseyin? Bilirsən də mən yəqin ki. Hüseyin maşallah çox deyil. Köçürmə. Bu milli mənşəli termindir. Metafor alınmadır. Daha bir adı var. İstiarə. Bax, istiarə ilə metafor alınma termindir. Amma köçürmə milli termindir, öz sözümüzdə. Amma üçü də eyni şey. Bax, metafor, köçürmə, istiarə. Üçü də eyni şey. Bir-birini sinonimdir. Yada qalar. Gəlin, baxaq görək metafor nədir? Metafor iki formada çıxa bilər qabağımıza. Köçürmə nəyə görə dedik? Metaforda bir şeyin xüsusiyyətlərinin başqa bir şeyin üzərində köçürülməsidir. Daha çox feillər, qabağına yazıraq, nitq səsi feil. Feillər məcazləşəndə biz ona məsələn belə deyik. Metafor bilirsiniz nədir?
bir əşyaya aid olmayan hərəkəti ona deyilir. Ona deyilir. Məsələn, deyirəm, göylər kişnəyir. Kişnəmək nəyin hərəkətidir? Kişnəmək. Aslan kişnəyir. Hansı heyvan kişnəyir? At. Aslan nərə çəkir? At kişnəyir. Düzdür? Atın hərəkətini mən köçürdüm nəyin üzərinə? Səmanın üzərinə. Göylər kişnəyir. İndi baxın, deyirəm, bunu da ağlayır. Ağlamaq əslində kimi xüsusiyyətdir? İnsanın və ya canlının, heyvan da ağlaya bilər. Çadırlarında. Ağlamaq ümumiyyətlə canlıya məxsusdur. Amma mən bulud ağlayır deyəndə insanın bu hərəkətini köçürdü buludun üzərinə. Baxın, külək yatdı. Yatmaq nəyə xüsusiyyətdir? Yəni külək Sakitləşdi mənasını. Yatmaq əbil fəs. Yatmaq canlıya xas xüsusiyyətdir. İstər heyvan, istər insan. Amma külək yatdı, bu artıq Məcazi canlıya məna. xas xüsusiyyət körçürdük. Məsələn, adi bir şeydir, misal üçün. Bir şey yadda saxlayın ki, bir şeyə aid olmayan hərəkət metaforu. Əlimdə marker, məsələn deyirəm də. Məsələn deyirəm, marker uçur. Uçmaq bunun xüsusiyyəti deyil, hərəkəti deyil. Bu artıq nədir? Bu artıq metafordur. Bu artıq metafordur. Kim çatdıra bildim? Yaxşı. İndi gəldik nə? Metafor bir bu şəkildə qarşımıza çıxa bilər. Bir də necə çıxır? Mən dedim axı, bax, metaforda bənzətməklik xüsusiyyəti var. Biri var, feilləri məcaziləşdirmişik. Buna metafor deyilir. Biri də var. Məsələn, tutaq ki, deyirəm ki, günəş buludların arxasından boylandı. Günəş dağların arxasından boylandı. Boylanmaq kimi xasdır? Köçürmüşəm günəşin. Yəni ona aid olmayan feil, ona aid olmayan hərəkət artıq Yusif. Artıq bu metafordur. Sən çəkdiyiniz sözə aid olmayan xüsusiyyət metafor. Metafor, feil, hərəkət. O ki, onun hərəkəti deyil. Bu artıq olur metafor. Sonra gəldik nəyə? Metaforda da dedik bənzətməklik. Bax, belə metaforlar qabağınıza çıxa bilər. Buna deyirik qəlibləşmiş metafor. Qəlibləşmiş. Bax, bura baxın. Təşbihdə əgər iki tərəfin ikisi də iştirak edirsə, bənzəyən bənzədilər. Yüksək. Bir at çəkməkdən yoruldum artıq. Diqqətinizi mənə yedir. Hamı fikri yeməyin yanında. Təşbihdə iki tərəfin ikisi də iştirak edirsə, bənzəyən bənzədilər. İki tərəfin ikisi də var. Düzdür? Alma yanaqda, alma və yanaq. İkisi də və epitetdə ikisi də var. Bənzəyən bənzədilər. İki tərəfin ikisi də var. Amma metaforda bundan sadəcə biri iştirak edir. İndi mən nümunə yazıram. Baxın, görün, metaforun içərisində bənzəyən iştirak edir, yoxsa bənzədir. Bu ikisindən sadəcə biri olmalı. Buna da metafor dedik. Şeirlərdə görərsiniz. Sevgilisine müraciət edəndə nə deyir? Deyir, gülüm və ya ceyranım, ceyranım və ya maralım, maralım. Aha. Sizcə, məsələn, qızı gülə bənzədib, düzdür? Gözəlliyinə görə ceyrana bənzədib, marala bənzədib. İndi sizcə burada, metaforda bənzəyən var yoxsa bənzədilər? Qız bənzəyəndir, gül bənzədilər. Sevgilisi bənzəyəndir, ceyran bənzədilər. Demək, metaforda sadəcə nə iştirak edir? Bənzədilər. Buna qəlibləşmiş metafor deyilir. Metafor iki şəkildə qabağınıza çıxa bilər. Bir, bu şəkildə sadəcə bənzədilən iştirak edir, bir tərəf iştirak edir. Bir də bu şəkildə, yəni, feillər məcaziləşir. Yada qalar,